İvanovka Aqropark ASC-nin texniki şöbənin rəis müavini Hüseyn Məcidbəli. Biz Aqroparkın traktor bazasındayıq. Hal-hazırda bizim traktor bazamızda 8 ədəd Sampo 2065 kombaynları var. Sampo 2065 kombaynları çox məhsuldar kombaynlardır. İstifadəsi çox uyğundur, münasibdir. Ən əsası isə sevindirici hal budur ki, artıq Sampo 2065 kombaynları Azərbaycanda istehsal olunur və ölkəmizdə bu kombaynlara tələbatın çox olduğunu nəzərə alaraq onun istehsalının daha da çox olmağı daha yaxşı olardı. Gəncə Avtomobil Zavodunun mütəxəssisləri mütəmadi olaraq bizim Aqroparka gəlir, mexanizatorlarımızı təlimatlandırır. Добрый день. Я Андрес Оргмяев, представитель компании Сампон Розенлев из Финляндии. В данный момент нахожусь у вас в Азербайджане по приглашению нашего дистрибьютора в Азербайджане в качестве технического консультанта и помощника по настройке и ремонту комбайнов. Во время уборки в Азербайджане я, как по требованию нашего представителя, я нахожусь прямо на полях, помогаю обслуживать комбайны, помогаю настраивать, помогаю регулировать, ремонтировать. По настройкам в данный момент сейчас работают комбайны, отработали год. Комбайны прекрасные, обслуживаются идеально. Есть небольшие недочеты по настройкам, я помогаю это изменять и улучшать, скажем, качество уборки урожая. Mən Mustafayev Şakir, uzun müddətdir Azərbaycanda Sampo kombaynlarına servis xidməti göstərirəm. Bizim əsas vəzifəmiz kombaynlara servis xidməti göstərmək və ehtiyat sərləri təmin etməkdir. Gəncə Avtomobil Zavodunun rəhbərliyinə təşəkkür edirəm ki, bugün kombaynlar Azərbaycanda istehsal olunur. Mən Cabbarov Tahir, İsmail rayonu İvanovka kəndinin sakiniyəm. Sampo kombaynını işlədirəm. Sampo kombaynı çox yaxşıdır, itki az verir, məhsullar da çox yaxşıdır. Hamıya da kombayn tövsiyə edirəm ki, elə bu kombaynı işlətsinlər. Mən Cabbarov Vüsal, İsmail rayonu İvanovka kəndində Sampo texnikasını sürürəm. Bu haqda 2 dənə məlumat verə bilərəm. Məhsuldarlığı boldur, yanacaq sərfiyyatı çox azdır.